Açığı bizdə Azərbaycanda bir general qadın olduğunu bilmirdim. Düşünürdüm çoxdur. İndi məlum olub ki, Azərbaycanda bir general, yeganə general qadın var. O da işdən azad olunub. Maraqlıdır, niyə işdən azad olunub? Fövqəladə Hallar Nazirliyində kadr islahatları gedir. Bakı Post istirad edirəm. Kadr Siyasəti Baş İdarəsinin rəisi general-mayor Şirinova Sevda Azərqızı da işdən azad olunur. Bununla bağlı Nazir Kəmaləddin Heydərovun əmir imzalayacağı gözlənilir. 13 dekabr 2010-cu il tarixi Prezident sərəncamı ilə Sevda Şirinova general-mayor rütbəsi verilib və bununla da o Azərbaycan Dövlət İdarəçiliyində general rütbəsi olan qadın kimi, yeganə qadın kimi tarixə düşüb. Niyə görə bir qadınımız var general? Maşallah, maşallah. Bəlkə kişilərimiz qısqancdır, bu adı qadınlarımıza belə vermək istəmir. Bu qadınlarımızda da olsun da belə barmaqla saydıq ki, bir general qadınımız olub, yeganə general qadınımız olub. Məncə bizim də general qadınlarımız çox olmalıdır.